Sonra barakallahu fikum bununla bağlı Allah Resulü sallallahu aleyhi ve sellem qadağan edib ki, soğan sarımsaq yeyib məscidə gəlmək. Sallallahu aleyhi ve sellem. Soğan sarımsaq kimsə bizlərdən yersə, məscidə getməsi icazəli deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem qadağan edib. Sallallahu aleyhi ve sellem. Bundan da şiddətlisi Allah korusun. Allah bütün müsəlmanları bağışlasın. Yəni bəzən olur ki, yanında kimsə namaz qılanda hiss olunur. Kimsə belə deyək də çöldən siqaret çəkib gəlib, Allah korusun. Bu da yaxşı hal deyil. Yəni soğan sarımsaq aslında halal nemətlərdəndir. Halal olmağına baxmayaraq Allah Resulü sallallahu aleyhi ve sellem qadağan edib. Siqaret haramdır. İnsan gəlib birinci Allahdan həya etsin, sonra qardaşlardan həya etsin. Çoxlu məsələlər Allah hamımızı bağışlasın. Allah Subhanahu bizi əfv etsin. Ona görə barakallahu fikum məscid ədəblərinə fikir vermək lazım. İnsan bu cür olanda bir dəfə, iki dəfə, üç dəfə özünü düzəldir. Sonra səni kənardan olan insanlar bu cürə tanıyır. Heç kim gəlib sənlə danışmayacaq, sənə sual verməyəcək, heç kimlə sənlə söhbət eləməyəcək. Nəsə demək istəyirəm deyən qardaş, zəhmət olmaz, çıxaq, söylə danışılır, bura məscid. Heç olmaz, belə ciddi dinən, ola bilsin sən hansısa qardaşın qəlbini qırmaq istəmirsən. Amma Allahın haqları daha üstündür. Allah korusun, bu hallar çox vaxtı niyə görə baş verir? Bizlər Allahı tazim eləmir ona görə. Allahı tazim eləyəndə, yəni Allahı əzəmətləşdirəndə ki, bu evlər Allahın evləridir. Məscidlər Allahın evləridir. Məscidlər tikilib ki, orada ibadət olunsun. Orada namaz qılınsın, zikr olunsun, Quran oxunsun, bu şeylər üçün. Yoxsa ki, orada dünyavi məsələlər danışmaq və ya saydıqları məsələlər yaraşmır, kənardan yaxşı ciddi görsənmir. Barakallahu fikum.